Səninlə bağlı hansı qərarı verəcək? Qarşı tərəf səninlə bağlı seçim qarşısındadır və bu qərarın arxasında başqa səbəblər də var. Gəl baxaq. Hansı qərar verəcək səninlə əlaqədar və ya münasibətinizlə əlaqədar? Gəl baxaq. Hazırda sənin haqqında nə düşünür? Oy, 3 dənə şey çıxır. Hamısına da baxacağıq. Okay, sənə qarşı əsas hissi nədir? Əsas hissi. Və sənə qarşı hansı iki seçim arasında qalıb? Hansı iki seçim arasında qalıb? Birinci seçim, ikinci seçim. Gəl baxaq, görək, tutacağıq mı temanı. Hələ ki bunlardır, gəl baxaq. Deməli, birinci sualımız hazırda sənin haqqında nə düşünür? Oy. Aranızda ciddi bir mövzu olub, ürək qırıqlığına aid, anlaşılmazlığa aid, hansısa belə deyim də, yalanın üstadçılıq və yaxud da ki, bir-birinizi və yaxud da ki, tərəflərdən biri digərini yalanda mı günahlandırır, hansısa bir incilik vəziyyət yaranıbdır da, belə deyim, yəni ortada qərar vermək lazımdır və yaxud da ki, izləmə modundasınız, belə deyim. Çünki burada belə bir şey görürəm ki, bu insanla münasibət, belə deyim, sənin haqqında nə düşünür və udar almış bir vəziyyətdədir. Ya bu sənə zərbə vurubdur, ya elə bil ki, ayrılıq qorxusu mu var münasibətinizdə, bitə biləcək bir qorxu mu var bu dəqiqə, qararsızlıq enerjisindədir. Yenə baxaq, hazırda sənin haqqında nə fikirləşir, nə deyir də sənin haqqında nə fikirləşir? Fikirləşir ki, əslində vəziyyəti düzəltmək istəyir. Aranızda olan hansısa inciklik bir vəziyyət, inamsızlıq, güvənsizlik, şübhəli bir vəziyyət var. Ola bilsin ki, belə deyim də, narahat bir durumda qalmısınız münasibət içində və bu münasibəti əslində düzəltmək və danışıb anlaşmaq qərarına gəlibdir. Belə bir şey çıxır əslində hazırda və yaxud da ki, fikirləşir ki, sən nəyisə danışıb həll eləməyə çalışırsan. Okey, gəl davam eləyə görək nədir. Sənə qarşı əsas hissi nədir bu insanın? Sənə qarşı əsas hissi, stabillik hissi var. Stabil danışıq, stabil münasibət, həyatında olan stabil bir insan. Amma burada hələ ki, belə deyim də, cücərən bir şey görürəm. Yəni, əslində sevgi hələ ki maksimum tam böyüklükdə deyilmi? Və yaxud da ki, burada sevgi deyə bilmirəm. Gəl baxaq. Sənə qarşı əsas hissi nədir? O insanın sənə qarşı əsas hissi. Bəli, səni həyatında stabil bir olaraq görür. Belə deyim də, münasibətlə əlaqədar, ilişki ilə əlaqədar və əslində bu insan səninlə olan münasibətin gələcəyini, belə deyim də, bitiş falan düşünmür burada. Yəni, nə qərar verəcək deyə baxarsan, bu insan bu münasibətin davam etməyini, aradakı inciliyin, soyuqluğun aradan qalxmağını və sevgi yenə də demirəm, hərənin sevgi hissi fərqlidir, amma buradakı kartların birləşməyi burada sevgini də göstərir, bağlılığı da göstərir, istəyi də göstərir, sadəcə konkret sevgi çıxmadı. Yenə də baxaq, sevgisi varmı sənə, əsas hissi, belə deyim, sevgisi varmı sənə? Bilirsən nə çıxır? Bu insan sevginin nə olduğunu ya başa düşmür, ya bu insanın sevməyə tərzi fərqlidir, ya bu özü sevgidən qaçan insandır, özünü sevgiyə aldı etməyən insandır. Amma bu səni çox möhtəşəm bir insan olaraq görür də, belə deyim, həyatında axtardığı bütün, belə deyim də, bütün özəllikləri tamamlayan biri olaraq görür və burada sevgi var. Sadəcə yenə deyirəm, bunun sevgisini burada niyə belə çıxır? Sən sevgini başqa mənada, başqa cürdə görürsən, bu sevgini başqa cür görür. Sən sevgini başqa cür göstərirsən, bu başqa cür göstərir. Amma bunda da var sevgi. Yəni, gəl haqsızlıq eləməyək deyir, Yezidi öldür, haqqını yemə. Okey, gəl buna baxaq. Üçüncü sualımız nə idi? Hansı iki seçim arasında qalıbdır? Birinci seçim, ikinci seçim. Yəni, ikisi də eyni bir şeydir. Sənə qarşı ədalətli davranmaq, belə deyim də, hansı seçim səninlə münasibəti ədalətli bir yönə çıxartmaq, könlünü almaq, hansı seçim arasında qalıb, hansı iki seçim arasında qalıbdır. İki seçim arasında qalmaq deyil də, bu insan, yəni, bəlkə də qalmışdı, amma hal-hazırda bu insan səninlə münasibətini davam etmək seçimi var və burada bir dənə də nüans var, kiçik bir nüans. Çünki kollektiv açılımdır, hər kəsdə eyni çıxmaya bilər. Burada əgər münasibətdə olduğunuz insanla
insan əgər burada üçlü bir münasibətdirsə, həyatında olan insan onun evliliyi varsa həyatında, çünki burada stabil bir evlilikdən gedir. Səninlə onun arasında deyil də, yəni ikinizdən birinizi seçmək mövzusu deyil. Yəni onu seçib səni buraxmaq, səni seçib onu buraxmaq deyə bir şey yoxdur. İki mövzunu da, ikinizi də əlində tutmaq mövzusu var. İkinizlə də balansı yaratmaq mövzusu var. Burada bu var, yəni kimisə buraxıb, kimisə tutmayacaq. Əgər elə bir gözləntim varsa, o deyil. Sadəcə olaraq bu insan və yaxud da ki, heç elə də deyil. Evlidirsə yenə də və yaxud da ki, işləyir, evli də deyil, işləyir. Səninlə işi arasında, iş həyatı arasında balans yaratmaq. Çünki kişilər bilirsiniz ki, eyni anda qadınlar kimi 2-3 mövzuya yönələ bilmirlər. Bir problemi varsa, kişilər bir problemi həll edirlər və o problemi həll edib bitirənə qədər nə ilişkiyə, nə münasibətə, nə başqa şeylərə marağı olmur. O qadındır, yəni bizə inanında, yəni burada bunu həll edirik, burada bunu, yəni jonglyor kimi hər bir situasiyanın da altından çıxa bilirik. Kişilərdə mənəvi olaraq o dərəcədə güc yoxdur. Yəni 90% qadınlarda daha bacarıqlılar bu mövzuda. Yəni bu insan bunu düşünür. Okey ki, iki tərəfdə də balans yaratmaq. Yenə baxaq. Okey, bəs bunu etməyinə, yəni qərar verməyinə mane olan nədir? Bunu etməyinə mane olan nədir? Əslində mane yoxdur. Mane yoxdur. Mane onun tənbəlliyidir. Mane onun istəksizliyidir. Mane onun səndən əmin olmağıdır və detski pozisiyada, uşaq pozisiyada qalmağıdır. Böyük bir məsuliyyəti altına girmək istəməməyidir. Sadəcə. Başqa bir məna yoxdur bu. Mane yoxdur burada. Okey, gəl baxaq. Sonda hansı qərar verəcək? Sonda səninlə bağlı hansı qərar verəcək? Hansı qərar verəcək? Heç nə, sonda nə qərar verəcək? Münasibəti bərpa eləmək, münasibəti daha yaxşı bir etapa çıxartmaq, yəni bu aradakı inciliyi, soyuqluğu, qeyri-stabil bir mövzunu aradan qaldırmaq. Okey, gəl baxaq. Bəs sənin belə deyim də, gözləntilərini doğruldacaqmı? Yəni buna qərar verib sənin gözləntilərini doğrultmağı düşünürmü? Bunu da soruşaq. Sənin gözləntilərini doğrultmağı əslində düşünür, prosta bunu necə edəcəyini bilmir. Əslində gözləntilərinin bəzisini böyük bir gözləntilər hesab eləyir və yaxud da ki, bunu doğrultmaqda özündə gücünü görmür, hər nədirsə. Amma istəyir, yəni istəyir, səni itirmək istəmir. Yaxşı, bu qərardan sonra münasibət necə davam edəcək? Bəs onun bu qərarından sonra münasibətiniz necə davam edəcək? Necə davam edəcək? Bu qərarınızdan sonra münasibətiniz sənin istədiyin bir etapa keçəcək. Yəni o insandan addımlar gözləyirsənsə addımlar olacaq. Vəziyyəti, münasibətin yükünü, məsuliyyətini özlərinə almağını gözləyirsənsə onu eləyəcək. Yəni əslində stabil bir etapa gəlib çıxacaqsınız. Okey, gəl baxaq, bu qərardan sonra sənin gözləntilərini doğruldacaqmı? Bu qərardan sonra sənin gözləntilərini doğruldacaqmı? Çünki burada doğruldacaq çıxır. Bəli, doğrultmağa çalışacaq, bacardığı qədər çalışacaq və alınacaq da, yəni alındıracaq, narahat olma, səbirli ol, yəni təxminən 2 vaxt içində, 2 həftə, 2 ay içində sənin gözləntilərini doğruldacaq və bu münasibət yəni sistem dəyişikliyi olacaq. Bu münasibətin tamamilə sistemi dəyişəcək və daha sənin istədiyin bir etapa keçəcək. Bu qədər, gəl belə baxaq. Zikr olaraq bu münasibətlə əlaqədar, bu mövzu ilə əlaqədar, səni narahat edən bir şeylə əlaqədar ya həkim zikrini 78 dəfə deyirsən və dua olaraq belə deyirsən ki, Allahım mənim üçün xeyirli qərarların asanlıqla verilməsini nəsib et. Belə deyirsən, olumlama olaraq da deyə bilərsən ki, mən qeyri-müəyyənlik deyil, aydınlıq və seçilmiş olma enerjisini qəbul edirəm. Bu da möhtəşəmdir. Bir dənə də məsləhət istəyirsinizsə, başqasının qərarını sonsuz gözləməyin. Yəni, sənin də seçim etmək haqqın var. Bunu da unutma. Yəni, seçim etmək, qərar vermək təkcə qarşı tərəfdən deyil. Sən də seçim edə bilərsən, sənin də buna haqqın var. Bu qədər aldım, qəbul edilməyəs. Ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxlayın.